Bağışlayan və mehriban Allahın adıyla, dəyərli xalqımız, əziz müsəlman, bacı və qardaşlarım. Hər vaxtınız xeyir olsun. Bax, hər gün olduğu kimi, bugün də İrs Media bir ay, bir ömür adlı verilişimizlə evlərinizin qonağıyıq. Mübarək Ramazan ayıdır. Allahın rəhmət ayıdır, bərəkət ayıdır, məğfirət ayıdır, ruza ayıdır, axirət ayıdır. Allah Teala inşallah tutduğunuz oruçları, qıldığınız namazları, verdiyiniz ehsanları, iftar sürələrini, oxuduğunuz Quranları, sədəqələri Allah öz dərgahında qəbul etsin. Qoy, böyük yaradan bu ayın rəhmətindən xalqımızı binəsib etməsin. Hər axşam mənim bu dua nəinki hər axşam, hər gün, hər an dilimdədir ki, Allah öz rəhmətini şəhidlərimizin üstündən binəsib eləməsin. Allah şəhid ailələrinə səbir versin, Allah xalqımıza səbir versin, Allah qasilərimizə də şifa versin inşallah. Bəli, müstəqil Azərbaycanımız, Allah Teala vətənimizi salamat eləsin, Allah vətənimizi yağlardan, düşmənlərdən amanda saxlasın inşallah. Sərhəd boyu əskər balalarımız var, onlara dua etmək bizim borcumuzdur. Qoy Allahın nəzəri onların üzərində, onların üstündə olsun inşallah. Dəyərli izləyicilərimiz, bax bugün də studiyamızın çox dəyərli bir qonağı var. Mənim əziz dostum, qardaşım. Doğrudan da illərdir həm qardaşlığı ilə, həm xidməti ilə, həm də yazıları ilə xalqımızın sevənlərinin xidmətindədir. O da sözü çox uzatmadan təqdim edeyim. Mənim əziz qardaşım Hacı Ağa Fərhatidir. Hacı, xoş gəlmişsən. Sağ olun Hacı. Mən də salamlayıram bütün izləyiciləri. Təşəkkür edirəm ki, bu gözəl, mənəviyyatlı bir ayda məni qonaq çağırdınız. Allah razı olsun. Allah inşallah bərəkət versin bu işimizə. Amin. Allah xeyir versin. Allah bütün orucları da qəbul eləsin. İlahi amin Hacı. Çox sağ ol Hacı. Mən də öz adımdan, əməkdaşlarımız adından və bizi izləyənlərin adından sənə özlərin təşəkkürümü bildirirəm ki, yəni bu Ramazan ayında bizə vaxt ayırdın, dəvətimizi qəbul edin. Ramazan ayı, mübarək ay, Hacı Ağa üçün necə keçir? Ramazan ayı elə bir bərəkətli aydır ki, qəlbində Allah olanlar üçün ruhun bayramıdır. Nəinki maddi bir bayramdır bu, mənəvi bir bayramdır bizim üçün. Xüsusilə, düzdür, mən özümə şair demirəm. Estağfurullah. Amma ki, şairlər üçün xüsusi bir önəm daşıyır bu ay. O səbəbdən ki, orucla bağlılığı var. Ramazanla bağlılığı var şairin. Niyə? Şair də gərək şeirə oruc tutsun. Nə gözəl. Hər sözə meyl etməsin. Çünki söz müqəddəsdir. O müqəddəsliyi saxlamaq üçün hər sözə meyl etməməlisən, hər bərbəzəyə meyl etməməlisən, özünə yoxları qoymalısan. Necə ki, Ramazanda biz özümüzə yoxları qoyuruq. Yemək olar yox, içmək olar yox və s. artıra bilərik. Şair də özünə yoxları qoyduqca şeirdə, şeirin müqəddəsliyini saxlayır, şeirin əzəmətini saxlayır. Çünki söz Allahındır. Allah rəhmət eləsin. Hacı Ələmdar Mahir buyurur ki, Allah rəhmət eləsin. hər sözə meyl etmə Mahir, salma qiymətdən sözü. Çıxdı bir gün bəlkə qiymət almağa bazara söz. Ona görə Ramazanda şairlər daha çox diqqətli olurlar. Hansı şairlər? O şairlər ki, Allah istisna qoyub Quranda. Tənbih elədiyi şairlər yox. Və Allah inşallah tövfiqat versin ki, biz o şairlərdən olaq, biz o istisnalardan olaq, biz özümüzə yox qoyanlardan olaq inşallah. Allah sənə can sağlığı versin. Hacı Ağa, bax, qoy belə bir dənə sual verim də. Bax, mən illərdir də tanıyıram səni. İllərdir bu yolda, bu İslamın maariflənməsində çox böyük zəhmətlərin olub. Mən adi primitiv bir misal gətirim ki, yəni bir çox məddahlarımız üçün, bir çox şairlərimiz üçün sənin çəkilişlər, kliplər, filan, bu cür şeylərə, yəni bu səmti özünə seçmişdim, yəni bu cür xidmət edirdin. Necə oldu şairliyə meyl göstərdin? Necə oldu şair oldun? Şair, Hacı, düzdür. Şair, yenə də mən özümə şair demirəm. Ancaq necə deyim Hacı, bilirsiniz ki, Elşən Xəzərlə neçə illər biz bir yerdə çalışmışıq.
Yeri gəlmişkən Hacına salam verirəm. Hacı Elşən Xəzəri bizim dəyərlimiz, bizim zamanəmizin qumrusu. Allah onu var eləsin, Allah onu cəmiyyətə çox görməsin. Nohə ədəbiyyatında müstəsna işlər görüb Hacı Elşən. Hacı Elşənlə ki, neçə illər biz çalışmışıq, proyektlər düzəltmişik. Hacı Elşənlə bahəm idi. Şeirə əvvəldən ondan qabaq da marağım var idi. Mən uşaq idim. Anam həmişə şeir deyərdi mənə. Həmişə də yadımda qalıb o ana və Paçtalyon şeirini oxuyardı. Başqa şeirlər oxuyardı. Bu şeirlə bağlılığım var idi. Məktəb illərində də ədəbiyyatla bağlılığım var idi. Sonra gəldim bir səviyyə ki, Elşənlə bir yerdə işlədik, şeirlə bağlılıq oldu, Nohə ədəbiyyatı ilə bağlılıq oldu. Ondan sonra bir müddət ki, mən sonra öz yaşadığım yerdən köçdüm Maşdağıya. Orada daha şeirin dərinliklərini öyrəndim. Ustad Hacı Gülbala Fənai bəli, bizim ustadlıq elədi mənə. Elə təxəllüsümü də Fərati o verdi mənə. Allah Hacı Gülbalanı salamlayırıq buradan. Dəyərli həm ilahiyyatçımız, həm gözəl ustad şair. Allah onu qorusun. Ustad Məşədi Xalid ki, mənim üzərində müstəsna əziyyəti olub. Allah dedi Mövladı Əli, mən demədim ki, bu Azərbaycanın dilinin əzbəridir. Xalidi salamlayıram. Dövrümüzün nəhəng şairlərindəndir Məşədi Xalid. Ağa Mirzə Qaildir, Vüqar Mücahidi, Nicat Nəsridir. Bunlar mənim üzərimdə əməkləri olub. Bacardığımızı da yazırıq da. Bu Hacı ağa, düzdür, Hacı Elşən Xəzər doğrudan da onun adı gələndə, yəni biz illərin yoldaşıyıq, o ilə dostluğumuz var, yəni tanıyırıq onu və böyük sevgimiz var ona. Klassik ədəbiyyatdan ən çox kimləri oxumusunuz, kimlərə meyl eləmişsiniz, kimlərə daha... Məlum ki, şair olan kəs, sən təvazükarlığından deyirsən ki, mən şair deyiləm, yox. Əziz izləyicilərimiz, bunu qeyd etməyə özümə borc bilirəm ki, bir aydan, 2 aydan demirəm mütəmadi, hərdən Hacı ağa ilə bir gözün yazışanda deyirəm 3 dənə şeirindən at. İnanın ki, bilirsiniz də daha xanəndəyə hər şeyi bəyəndirmək olmur. Bu belədir. Mən onun həqiqi mənə qəzəllərini çox sevəcəm və olub ki, gecə ağladım məni. Bu şeylər olub ki, elə təsirli. Yəni, kimdən daha çox, yəni bu klassikalardan kimdən çox qidalanmışsın? Ələmdar Mahirin adını çəkdim. Bəli, Ələmdar Mahir dövrümüzün o da gözəl şairlərindən olub. Yəni, çox xoş bizim halımıza ki, biz Ələmdar Mahiri görmüşük. Hə. Onun zamanında yaşamışıq, xoş halımıza, bəli. Klassik şairlərdən acı, klassik deyilən kimi ağla Füzuli gəlir, Seyid Əzim gəlir və ibtida üçün mütləq Əliağa Vahid lazımdır. İbtida üçün. Əliağa Vahidi mütaliə eləmişəm, Seyid Əzim, Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin, Ramazan ayında istisnai şairlərdən idi Seyid Əzim. O cümlətən ki, Məşədi Xalid ki, Seyid Əzim yolunu gedir və mən də o məktəbdə olduğuma görə mən də azdan çoxdan klassikaya yönəldim. Halbuki Hacı Elşən təkid eləyirdi ki, sən Nohə yazmalısan, Mərsiyə yazmalısan. Və Məşədi Xalid də, Ağa Mirzə Qaildə dostlarımız da hamısı da deyirlər ki, səndə Nohə yaxşı alınır. Nohə yaxşı alınır, amma klassikadan da istifadə edirik. Nohədən də istifadə edirəm, ictimai şeirlərdən də, heca şeirləri də bəzən olur. Müasir dövrdə bəzən klassika çox qəbul olunmur insanlar tərəfindən, bəzi sözlərin çətinliyi var. Hecaya da hərdən müraciət edirik ki, cəmaət istifadə edə bilsin, bəlkə kiminsə könlünə yatdı, xoş oldu. Hacı ağa, mən Hacı Elşən Xəzərin sözünə dəstək olaraq, yəni bugün cəmiyyətimizin formalaşmasında və ya bizim əzadlarlıq məclislərinin formalaşmasında bugün siz təki şairlərin mərsiyə janrına çox ehtiyacımız var. Yəni, mən belə deyirəm də, belə tək Hacı Elşən bugün Allah salamat etsin, meydandadır, kitab yazır, böyük əsərləri var. Mən həmişə bunu özümə belə deyirəm, bir məddah olaraq, məddah sözü ağır sözdür, amma belə deyim də bir Nohə xan olaraq ki, özümə həmişə vacib eləmişəm ki, Hacı Elşən Xəzər ilk yaradıcılığından başlayaraq, onun nə qədər qissələri var, Hacı ağa, mən bunları əzbərləmişəm. Niyə əzbərləmişəm? Çünki həm təsirli olub, həm öz dilimizdir.
Bəli. Mənim öz dilimdə Azərbaycan Xəzər mənlə danışır. Düzdür. Həqiqi mənada. Yəni onun çox qissələrini mən saya bilirəm. Çox Həc qissəsini, Əli Əkbər qissəsini, sonra Canım Sənət üçün Əbərfəz ağanın qissəsini, Bəli. çox qissələr yazıb. Ən belə deyim də, ən ruhiyyəmdə ən təsir qoyan qissələrdən Həzrət İmam Hüseyn əleyhissalamın 3-4 yaşı oldu. Salmanla Əbazərin söhbəti çox mən saya bilərəm Azərbaycan Xəzərin yazılan və evvəldən nohələrindən və illa əfratlarından, oxşamalarından, yəni o dolğun bir şairdir. Allah onu bizə və xalqımıza çox görməsin. Yəni bunu davam etdirmək lazımdır. Yəni razıyam Hacı ilə. Davam etdirmək. Hacı Elşən bir xətt tutdu ki, cəmaatın dilində danışdı. Və Nohə ədəbiyyatında mənə düzdür ya, bu mənə bərazanda deyil bunları demək. Mənim nə təcrübəm buna yol verir, nə yaşım. Duyduğumuzu danışırıq. Bəli. Cəmaatın dilindəki danışdı, cəmaat rahat. Ümumiyyətlə Nohə gərək sadə olsun ki, cəmaat bilsin. Sən İmam Hüseyn ağadan danışırsan, İmam Hüseyni deməlisən, sən bunu işarələrlə klassikada verirsən. Bəli. Xıbrə bilir nə deyirsən. Ancaq Nohədə bu bilməlidir ki, nəyə ağlayır, kimə ağlayır, kimə haqqında ibrətamiz sözlər götürür, çəkilməlidir mütləq. Amma klassikada buna mütləq ki, yol vermək olmaz. Məsəl üçün Ustad Gülbalaya deyirdilər ki, biraz sadə yaz. Başa düşsün, deyir, bəs mən nə qədər düşüm? Biraz da cəmaatın təfəkkürü qalxsın, oxusunlar, araşdırsınlar ki, nə deyilir. Bunlar da hacı lazımdır klassikanın. Sən çox böyük bir dənə nöqtəyə toxundun, ancaq Allah səni qorusun, Allah səni dəyməsin. Mən hərdən gənc məddahlarımıza bir tövsiyə olaraq, çünki bizə də tövsiyə olunub. Mən də bir, yəni qardaş olaraq həmişə tövsiyə edirəm ki, klassik mərsiyələrdən istifadə edin. Adi bayaqları mərhum Allah rəhmət eləsin Azərbaycanımızın çox gözəl şairi Əliağa Vahiddən misal gətirdin. Onun hamımız, yəni o kitabı dahilərin göz yaşı belə ilk mərsiyə kitablarımızdan olub. Onun sonuncu vərəqində Əliağa Vahidin bir mərsiyəsi var. Şümrüdun ilə Hüseyn eşqin düşüb sevdasına, rey həvasına, biri birisi bəla səhrasına. Yəni fikir verirsən axara, fikir verirsən yazıya. Orada həm müasirliyi var, həm klassika var, həm söz araşdırması var. Yəni bugün elə eyni hecada, eyni vəzində, eyni söz yox. O Gülbala Fənayinin çox gözəl söz buyurub ki, bəli bir insan özü də araşdırmalıdır. Mərsiyəxan, Rozəxan bunu araşdırmalıdır. Üzə çıxartmalıdır. Hətta mən deyərdim ki, o mərsiyəni oxuduğu yerdə saxlamalıdır və izah eləməlidir. Ki, burada şair nə deyir? Çox, yəni bir dövrdür ki, yəni hamı şablondan istifadə eləyir. O şablon da artıq insanlarda şablon fikirlər yaradır. Elə eyni yerdə qalır. Çox üzr istəyirəm. Hər dəfə şairlər yazır, Fatih Xeybər Əli, Saqi Kosər Əli. Eyni bir yenilik, yeni sözlər deyin. Həzrət Əlinin məqamı o qədər ucadır ki, yəni bunu sözlə ifadə eləmək olmaz. Amma bir yeni sözlər tapın, yeni fikirlər tapın, eynilikdən çıxmaq lazımdır. Bu eyni pəncərəsinin kənarlarında da çıxıb daha bir gözəl nümunələr çatdırmaq lazımdır. Allah səndən razı, hələ söhbətimiz davam edir. Madam ki, o yeni nüsxə, yeni fikirlərdən açıq o kitabı. Aç o kitabı. Bizim dinləyicisi aç sandığı, tök pambığı. Ya Allah. Qəzəllə başlayaq inşallah. Necə məsləhət? Dünyarı eşitdim verib iftar qonaqlıq. Dünyarı eşitdim verib iftar qonaqlıq. Yaxdı həsədimdən məni zinhar qonaqlıq. Əl-həqqı oruç tutmağıma oldu bəhanə. Olsun ki, verə bir də o dildar qonaqlıq. Vardır ki, ümidim məni əhv eyləyə tari. Bəlkə ola bu vəslə səbəbkar qonaqlıq. Mən xatiri dildarə edəm niyyəti xalis. Ol yar verə xatiri cəbbar qonaqlıq. Məzuram o üzdən nərəva kim kərəm əhli. Fəqr əhlinə verməkdə edər ar qonaqlıq. 100 xurma ola şəhd ləbi dilbərə deyməz. Deharda bu növü ilə ləziz var qonaqlıq. Nə gözəl, nə gözəl. Hər mah Ramazan ola ey kaş fərati. Lütf eyləyə yarın sənə təkrar qonaqlıq. Maşallah, bir qəzəl idi. Maşallah, maşallah. Doğrudan da
Azaq xanım elə bu şeiri yerinə düşdü ki, Allahın qonaqlığındayıq, Allahın süfrəsindəyik. Allah bu süfrədən xalqımızı, bizi izləyənləri, bu süfrəni bir göz ucu ilə baxanları inşallah binəsib eləməsin. Amin inşallah. Azaq, belə bir sual. Bax, bugün şairlik, bugün bir şairlik, bir şair olaraq cəmiyyətin sizə olan münasibəti və ya cəmiyyətin sizdən olan tələbi və ya bugünkü gənclərimizin ədəbiyyata olan marağı, bu sizdə necə təsir bağışlayır? Hacı, yenə bir yaxşı sözün idaməsi olsun ki, şairlər artıq məcbur olub ayaqlaşırlar cəmiyyətlə, yeni dövrlə. Qəzəl, klassika biraz insanlarda başa düşmədiyi üçün biraz ikrah hissi yaradır ki, hecaya hamı gedir, hecaya müraciət eləyir. Heca şairlərindən də var, məsəl üçün, Ramiz Rövşən bugün gözəl şairlərimizdəndir, heca şairləri və cəmiyyət, cavan nəsil bunları qəbul eləyib, həzm eləyə bilir. Amma bugünkü qəzəl şairlərinin hecaya müraciət eləməsində o hiss olunur ki, bunun ruhu klassikadadır. Bunun ruhu sözün ağırlığındadır. Məcbur olur ki, yenə özünü tanıtdırmaq üçün, cəmiyyətə öz fikirlərini çatdırmaq üçün hecaya müraciət eləyir. Hacı, o üzr istəyirəm, mən cilayə eləyirəm, bəlkə də mən qəbul eləyə bilmirəm bu şeyləri. Bu klassikada elə sözün ağırlıqları var, elə sözün yükləri var. Şair də gərək qəzəl şairi olsun, nohə şair olsun, özünə yox deməyi bacarsa, yox insanı böyüdür hacı. Elə Ramazanla da hansı halda yox deməlidir özü? Hacı, hansı halda yox deməlidir? Ramazanla bağlılığını gətirək bunun. Ramazanda yeməyə yox deyirsən. Düzdür, içməyə yox deyirsən. Bütün halallarına yox deyirsən. Yox deyirsən. Şeirdə də sən bəzi şeylərə yox deməlisən də hacı. Misal? Misal üçün sən bayağı sözlərə müraciət eləyə bilmərsən. Yoxun özündə bir dənə hacı insanı yox böyüdür. Yox dedikcə sənin qəlbin genişlənir. Usta Nikval əzizimiz buyurur ki, bir şeirində deyir ki, hansı qan? Bir qan ki, şəmşirin dilində yazdı la. Hər daşa dəydi o daşın sinəsində qazdı la. Yox yəni. Yox. Olmasaydı zülməgər dillərdə də olmazdı la. Bəzi yerdə çox gözəldir yox demək, çox nazdı la. La dedi illa ilahə ali tahanın qanı. Bu yoxları deməklə böyüyəcəksən sən. Hacı, şeirin müqəddəsatını bu yoxlarla sən saxlaya bilərsən. Gözəl. Özünə yox deməklərlə. Gözəl, gözəl. Bu yox deməyin sənin zaten ləbbeyk deməyindir. İmam Hüseyn əleyhissalam Ustad Yəhyə deyir ki, deyəndə səcdədə Subhanə Rəbbi diriltdi vacibat o müstəhəbbi. Dedi ləbbeyk ona zat-ı mürəbbi, Həbibim usqur ismi təzdud hubbi. Mənim adımı de, məhəbbətli təzələ. Hüseyn Canandan aldı bu cavabı. Yox dedi, Allahdan cavabını aldı. Yoxları ki, şair qoysa qabaqlarına, hər sözə meyl etməsə, hər bərbəzəyə meyl etməsə, sözü müqəddəs olaraq tarixlərdə qalacaq. Bu cür yanaşa bilərikmi ki, qəzəl bu xalqın gözüdür. Qəzəl bu xalqın ruhudur. Ruhudur. Hətta ruhu. Bəli, bu qəzəl elə bir müqəddəsdir ki, hacı, elə bir böyükdür ki, və bu xalqın min illərdir canına hopub. Düzdür, müasir dövrdə uzaqlaşmışıq, amma bizim tariximizə baxırıq, nizamimizə baxırıq, Füzulimizə baxırıq, Nəsimimizə, Seyid Əzimimizə və saymaqla qutarmaz. Mən bir 3 il, 4 ildir acaba, yəni biraz səs yazmadan, yəni studiyalardan, səhhətimlə bağlı uzaqlaşmışdım. Yəni yeni bir şey oxumamışdım. Bu son 2 ay bundan, 3 ay bundan qabaq çox təkidlər ki, bir şey oxu da, bir şey oxu. Nə oxuyum? Götürdüm Nəbatinin bir şeiri düşdü əlimə. Görəsən mən niyə ya Rəbb belə nalan oldum. Qələt etdim ki, sənə bali heyran oldum. İndi uzun sözün qısası bunu oxudu. Allah əziyyət olanlardan məxsusən Dönməz qardaşımızdan Allah razı olsun. Həm aranjmanda, həm çəkilişində böyük dəstək oldu mənə. Nə işinə gəlirəm ki,
Və bu sosial şəbəkədə paylaşım olunanda orada mənə yazılan kommentlərdə ancaq fikir verdiyim mənə yaşlı nəsil diqqət qoyur. Bu ki cavan nəslin bu qəzələ niyə belə bu qədər marağı yoxdur mən bilmirəm. Yəni bu qədəmi görəsən kiçilib ya bu qədəmi insanlar asan söz axtarır, rahat söz axtarır. Niyə bu belədir mən bilmirəm. Çox düz burdaca asanlığa qaçır. Hə, çox. Yadda qalımda olsun, söz qısa olsun, adı ilahi bir mahnı yazılır ha. İlahi bir. Görürsən ki bir çox məddahlar elə qınağımdır budur ya. Mənim qınağım budur ki, niyə rahatlığa qaçır? Cəmaatın yaddaşında qalsın. Bu yaddaşda qalmaq nə əldə edirsən sən bunu ilə? Ancaq xəzinə də o cürdür də. Xəzinəni rahatlıqla tapılmır ki. Xəzinəni axtarırsan, tapırsan, o tapmağın feyzi elə bunu da axtarırsan, tapırsan, feyz əldə eləyirsən. Rahat şeylərdə feyz olmur heç vaxt. Rahat əldə olunanlardan feyz ala bilməyəcəksən. Bəlkə də bu feyzi birinci başa salmalıyıq ki, burada nə feyz var, ondan sonra feyzə gedən yolları göstərməliyik. Ay sağ ol. Ay Allah səndən razı olsun. Çox sağ ol. Qayda o Hacı ağanın xəzinəsinə. Dəyərli izləyicilərimiz, təbii ki, bir ay bir ömür adlı verilişimizi izləyirsiniz. Verilişimizin qonağı mənim çox dəyərli qardaşım. Hacı ağa Fəratidir ki, onun gözəl yazıları bugün də həmişə əlimizə düşmür, amma bugün əlimizə düşüb. Ya Allah. Bir qəzəl oxuyum inşallah. İcazə özünə. Gəl ey yar nihani, mənə sən lazımsan. Aç bu qəlbi nigarani, mənə sən lazımsan. Məni rüsvay cahan eylədi eşqün sənsiz. Gəzirəm sənli cahanı, mənə sən lazımsan. Misri eşq içrə bugün Yusifi əsr olsam da, nə Züleyxa, nə filani, mənə sən lazımsan. Külə döndərdi könül mülkümü hicran navri. Yetişib vəsli zamanı, mənə sən lazımsan. Vaiz eylər mənə gərhuri cənnət vədə. Neynirəm bağı ciranı, mənə sən lazımsan. Farsı hav gərçi bequyəndi tora mixahəm. Klassik şairlərimiz farslar deyirlər ki, mən səni çox istəyirəm, mən səni sevirəm. Farsı hav gərçi bequyəndi tora mixahəm. Mən deyirəm türkü zəbani, mənə sən lazımsan. Sənə xatir tuturam canı Fərati tək əziz. Ataram yoxsa bu canı, mənə sən lazımsan. Sağ ol Hacı ağa. Hacı ağa o gün bir neçə gün bundan qabaq elə Hacı da bizi ilə bir çay süfrəsində idi ya. O yeni bir şey yazmışsın ha. Bax onu istəyirəm əgər ürəyin istərsə ondan oxuyarsan, qulaq asarsan. Hacı, bax bugün belə bir sual da verim də sizədən. Bir çox şairlərimiz görsən var nəğməkar şair. Var belə bir şey. Məsələn, Allah rəhmət etsin, misal gətirəm Hacı Arif Buzonalı. Allah rəhmət şad eləsin. Allah onun sevənlərin səbr versin. Doğrudan Hacı Arif Buzonalı elə bir şair idi ki, mən onun həmişə əsərlərini, yazılarını sevə-sevə oxumuşam. Amma o mahnı təsnif üçün bir şey, yəni ondan istifadə olunmurdu. Ancaq qəzəldə, muğamlarda istifadə olunur. Və var da ki, nəğməkar şair. Məsəl üçün, həm qəzəli var, həm misal elə Hacı Elşən Xəzərin özünü götürəyib. Misal Seyyid Nurəddin Dəlafərini götürəyib. Misal üçün, mən onun sözlərini, bir çox manları Hacı Elşənin sözlərini oxumuşam. Bunların fərqi nədədir? Bunların fərqini... Öz seçimlərdimi, ya bu yenə də tələbdirmi? Tələbdən hamısı Hacı... Məsəl üçün, bugün yenə də o qaydırıq mövzu asanlığa kitablar var hazır, məddahların, noxanların, dini mahnı ifa eləyənlərin, dərvişlərin əlində Hacı. Eyni açırlar, kitabı oxuyur, salır bunu filan ahəngə, oxuyur. Yeni fikir şairdən tələb eləmir. Gedib deyansın ki, məsəl götürürəm Nicat Nəsridən, Məşədi Xaliddən, Ağa Mirzə Qalib. Mən sənə bu ahəngi verirəm, bunu da mənə yaz ver. Mənə təzə nəfəs ver. Mən artıq köhnələri hamı eşidib, hamı istifadə olunub. Yeni nəfəs ver mənə. Cismi də canım əlidir, əli. İllər də oxunur və gözəldir də. Yaşayacaq da. Yaşayacaq da. Amma bir yeni nəfəs də verin mənə. Yeni bir ahəng verin mənə. Yeni ahəngin üzərində şairlər işləsin.
Burada yəni şairləri qınamaq olmaz. Burada qınanılası yenə də tələbi verəndir. Gəlsin, istəsin, acı yazılsın yeni mahnılar. Mən özümü nümunə gətirmək istəmirəm, əstəğfurullah. Yəni o iddiada deyirəm. Sadəcə o söz axtarışı ki var. Günlərin bir el şənliklərinin birində Seyyid Nurəddin Dərafərin durdu şeir deməyə, dedi, məktəbi elmi imamət məndə vardır, səndə yox. Şöhrəti, şanı, şərafət məndə vardır. Belə biz qeyzlə belə eroyenə o şeirdir, bu tutdu məni. Sözü qutarmamış, dedim, ver o mənə. Dedi, buna sən nə yazacaqsın? Bu şey. Dedim, sənin işin olmasın. And ola Allaha ki, ən çox sevilən mahnılardan biridir, ilahilərdən biridir. Sağ olsun Cavid Cavadoğlu idi, mən özlərini təşəkkürümü bildirirəm. Yox, söz həqiqət, sözün geri axtarışında olasın da. Sözün geri axtarışında olasın. Mütləqdir. Bugün günün tələbi budur, yox belə olmaz. Yox, sən nə versən cəmaata, mən belə başa düşürəm. Sən ver də yeni bir, belə deyək, istər şairi deyirəm, istər məddaha deyirəm. İstər elə xanəndəsi olsun, fərq eləmir. Yəni, yeni bir şey sən gətir günə. O nə istəyir məndən, mən bu günlə razılaşa bilmirəm. Cəmiyyəti formalaşdırmaq lazımdır. Amma hacı, yenə də çətindir. Əlbəttə ki, çətindir. Biz necə də oruc məsələsi, elə Ramazanla əlaqəli olduğuna görə, yəni bunu deyirəm az. Bu orucu gərək təkcə Allahın qoyduğu qadağaları, müasir insanın orucu özü üçün artıq. Məsələn, sosial şəbəkələr oruc tutaq. Nə olar? Bir gün. Telefonu oruc tutaq. Hacı. Qeybətə oruc tutaq. Bunlara da biz oruc tutsaq, insanın ki qəlbi genişlənəcək və qəlbi genişləndə artıq yeni bir şey istəyəcək. Yeni bir şey istəyəndə də axtarışda olacaq. Bəli, mütləq. Axtarışda olsa da həqiqəti tapacaq. Mütləq. Ona görə hacı Allah tövfiq versin Amin ki, ya inşallah Rəbb. ki. Danışılası söz çoxdur, yazıram. Vallahi danışılası söz çoxdur. Amma hacı bu gün şairlik. Bax, bir çox şairlərimizin görürsən ki, əxlaqi mövzularda. Bu baxımdan şairin yanaşması necədir? Bax, şəxsən belə mən ərkana sən deyirəm də, bax, sənin fikrin necədir? Bax, bugün əxlaqi, bugün cəmiyyətdə çatışmayan şeyləri qələmə almaq. Misal üçün, deyək ata, qardaş, ana, bacı sevgisi və ya vətən sevgisi, yəni bu kimi yanaşmalar. Bu yenə də bizim dövrümüzün çox gözəl şairlərimiz var. Onların öhdəliyinə düşən məsələdir ki, yəni buna görə məsuliyyət daşımalıdırlar. Əlbəttə, yəni o Qurandakı istisnaya aid olsunlar. Allahın dediyi istisnaya aid olsunlar ki, cəmiyyətin əxlaqını düzəltsinlər şeirlə. Yəni şeirlə düzəltsinlər deyəndə nə anlaşılır? Yəni sənin bacardığın şeirdir. Sən şeirlə düzəltməlisən. Sənin bacardığın dərvişlikdir, mahnı oxumaqdır. Bunu ilə düzəltməlisən. Zəmin yaratmalısan düzəlmək üçün ən azından. Bunları da eləmədin, sən elə veyil gəzəcəklər arxanca. Əhsən deyənlər olacaq, bəhbəh deyənlər olacaq. Bugün trenddə olacaqsan, sabah yox olub gedəcəksən. Füzuli rəhmətli necə qalıb bu günəcən tarixdə. Seyid Əzim necə qalıb bu günəcən. Bunlar müqəddəsliyi qoruyublar. Bunlar cəmiyyətin düzəlməyi üçün zəmin yaradıblar. İnşallah ki, Allah şairlərimizin hamısına tövfiq versin. Düzdür, mənim kütləm o deyil ki, mən də bacardığımı eləyirəm sözsüz ki. Mən də bacarıram ki, burada əxlaqi nöqtələrə toxunum, burada irfani nöqtələrə toxunum. Amma məni eşidən 10 nəfər olacaq, 15 nəfər olacaq. Yenə 10-15 nəfərin içindən bir nəfəri də mən düzəldə bilirəmsə, bu artıq qalibiyyətdir acı. Bir nəfərin düzəlməyi də qalibiyyətdir. O ki, qala cəmiyyətin hamısına nüfuz eləyə biləsən. Acı, bizim çox vaxt getdiyimiz məclislər, belə deyək də, söz məclisləri olur da. Fərq eləmir ki, tədbiri olsun, fərq eləmir ki, lori dinləndim, dərviş toyu olsun, yəni söz məclisində. Yəni, lap adından el toyudur. El toyudur, gedirik, muğam var, tar var, kaman var. Mənim yadıma gəlir ki, mən qayıdıram 90-ın əvvəllərinə. 90-ın əvvəllərinə qayıdıram ki, o bizim el toylarımızda, yəni toy başlayardı 7-8 gün batana yaxın, tar kamançı olardı. Allah rəhmət etsin Hacı babanı, Allah rəhmət etsin Hacı Ağaxan Abdullayevi, Allah rəhmət etsin Yavub Məmmədovu, elə Arif Babayevin özünü deyirəm,
Cabir Abdullayevin qardaşı Vahid Abdullayev, Allah rəhmət etsin, bu kəsləri ki, gələrdilər. İndi görmürəm, yəni bu nə işinə gəlirəm ki, toylarda Axan 40 dəqiqə rast oxuyardı. 40 dəqiqə deyəm, Yaqub əmi 50 dəqiqəyə yaxın misal üçün rast ya Humayni ya Mahir oxuyar, fərq eləmir. Yəni hər şöbədə bir dənə qəzəl, elə bir qəzəl ki, bizim o boru misalı ki, münçə uçsa səsi gələr ha. Cəmaət ona qulaq asır, bəh edirlər. Niyə indi yoxdur? Niyə indi yoxdur bu? Elə adı indi hal-hazırda məddah məclislərinə gedir ha bu ya. Bəli. Girir, ancaq yemək yedir, duran kimi ya bir dənə söz atar sənə gedər. Belədir ya, nə var onu danışır bu fildə, nə var o ya, bunun xoşuna gəlmir. Sən bir söz al, gör burada nə var, nə yox. Yenə də sözə gəlib bağlanır Hacı. Sözə ki, hər sözə ki meyl etdin, aradan getdisə artıq cəmaatda da süslük yaranır. Yaxşı söz ki dedin, Hacı cəlb eləyəcəksən. Düz vurğulayırsan. Bəzi xəbisləri qoyuruq kənara, istisnalar var, o sözsüz. Amma siz düzgün vurğuladınız. Məsəl üçün Novxan oxuyur, tutaq ki. Bir şairdən bunu oxuyur, bir şairdən qulçin düzəldir, sözü sözə calayır. Amma əvvəl sənin yadına gələr Hacı, bir dənə şairin bir şeirini götürürdülər, dübeytini. Başlayırdı, dramaturqi olaraq gəlirdi, ortasına çatırdı, fikrini çatdırırdı, axırını bağlayırdı, təhvil verirdi. İndi qulçin düzəldirlər, biraz ondan götürün, biraz bundan götürün, biraz ondan götürün. Nəticədə qarışır. Hacı bu qarışır. Ortada mövzu yoxdur. İnsanın fikri yayılır. Nə götürün buradan, biraz oradan dedim, biraz buradan dedim. Mənə mövzunu çatdıra bilmədin sən. Mövzu da mənə çatmadısa, mən həqqə çata bilməyəcəm axı. Bir ömür, yəni mən üzr istəyirəm, gördüyümü deyirəm ki, üzr istəyirəm, bugün sabah 50-ni haqlamışıq. Yəni mən 90-ın əvvəllərinə qədər Azərbaycanda mənbərlərdə, Allah Azərbaycana can sağlığı versin, o semada bütün şairlərdir. Kənzül Məsahib, Qumru Dərbəndi. Yəni onun ancaq yazdığı rozələr oxunub. Raci rəhmətli. Raci. Bax, Qumru olub, Raci olub, Dəxil olub. Və keçdiyi bu roza baxımından gedir söhbət. Yəni o zikrim sübət deyərik, roza deyərik. Gəldi ki, nohələrə məlum. Yenə də Raci, Sabir, Seyid Əzim, Qumrunun mərkəzi bəlkə bir-iki dənədir, Qumrunun mərkəzi yazması yoxdur. Və ya Natəvan, Nəbati, bu cür. Yəni, yeri gəlmişkən qeybətdən Allaha sığınıram. Bir gün bir məclisdə bir məddahların birinə mən bir sual verdim. Dedim ki, filan mərkəzi, hə, mən onu oxuyuram. Dedim, əfratını da oxuyursan. Baxdım, əfrat nədir? Dedim, sən onda onu oxumursan. Bəli də. Yəni, o vaxtın şairləri fikri tamamlayırdı və hər şey orada qeyd edirdi. Mütləqdir. Biz bunu dəfələrlə, Allah rəhmət etsin, Racindən söhbət gedəndə çox var şairlərdən deyirik ki, gör şairin özəlliyinə bax. Əbləsən Racidən söhbət gedəndə, o mərkədən. Deyirəm, şairin özəlliyinə bax. 2 dənə bənddə Peyğəmbər zamanəsində olan bir dənə hadisəni vurğulayır. Biz hansı mərkədə, Hacı? Şiələr ravi deyir, tiflidir bir gün Həsəneyn, oldu məşğul-i nəmazə o Rəsul-i Səqələyn. Cəddinin boynuna qol saldı nəmaz üstə Hüseyn, səcdədən istədi fariq üçün o Peyğəmbər ola. Biz hansı, hər kim istər ki, həbada. İndi ki, o bu sübənd də nəliyir. Deyir ki, Peyğəmbər, məlum oldu da nə söhbət nədir ki, Peyğəmbər namaz qılırdı, səcdə alın dedi, Həzrət İmam Hüseyin də 3-4 yaşı var idi. Gəldi, qolunu saldı babasının boynuna, arxadan. İndi Peyğəmbər qalxsın ya qalxmasın, neynəsin? Hə, deyir, hamid-i vəhy yetib ərz edir, ey xətm-i rəsul. Əmr edir, xaliq-i aləm verəsən səcdəvə tul. Düşsə gitbündən Hüseyin oğlun olar zar-ı məlul, o qədər səbr ilə ta qəlbi onun xoştər olar. Fikrə bax, düşüncəyə bax, çatdırmağa bax. Düzdür, Hacı, bəzi bir nöqtəni də qeyd edeyim. Nə qədər şairlərimiz var, Noxə yazanlarımız, Mərsiyə yazanlarımız. Yəni, 100 dənəsinin adını sayaram mən bu dəqiqə, Hacı, verilişimizin vaxtı yoxdur. Amma bəziləri görürsən ki, bütün türk dilli, məsəl üçün, ustadımız Ərdəbildən ustad Qəffari, oyan ey yarı vəfadarım oyan.
Bütün türk dilli dövlətlər bunu hamısı bilirlər əzbər. bəli. Yıxılıb Əbbasim Nəhl Fərat üstə. Axı başqa şairlər də sənin zamanında var. Niyə onu deməli burada mövzu ixlasdır. Burada şeirin gözəlliyi deyil. Burada sən mühəssənata riayət eləmisən. Burada bəyanı, qafiyə elmi, hamısı bunları yoxdur. Burada nə var? İxlas var hacı. Elə çətindədir ki, oyan ey yarı vəfadarım oyan, məni tək qoyma ələmdarım oyan. Sadə, amma niyə insanların qəlbinə aramlıq verir? Mən belə fikirləşirəm ki, burada şairin ixlası var. Yazanda hansı halla yazmağıdır. Mən bunu yazım pul qazanım, yoxsa mən bunu yazım Allahın razılığını qazanım. Bax, söz budur. Danışası mövzu çoxdur, amma sən həmişə əlimə düşmürsən o yazdıqlarından, ya Allah. Dəyərli izləyicilərimiz, təbii ki, çox maraqlı, mənim özüm üçün də bu gecə, bu gün, bu veriş çox maraqlı. Bütün verişlərim maraqlıdır ya, çünki bir-birindən dəyərli qonaqlarım var. Allah bizim dəvətimizi qəbul edib, bizim verişə gələnləri salamat eləsin və yeri gəlmişkən bunu da qeyd etməyə özümə borc bilirəm. Dəyərli məddahlar, dəyərli şairlər, dəyərli yazıçılar, elə bilmin Hacı Mehdi Dərbəndi siyatdan çıxarıb, xeyr, əsla. Mübarək Ramazan ayıdır, Ramazan ayından sonra həftədə də 2 dəfə verişlərimiz olacaq. Mütləq ki, o yadımdan çıxmırlar. Sadəcə siyahı bir yazmışam, hissə isə, amma mənim dəvətimə yox demin, çünki mən sizləri çox istəyirəm. Ya Allah acağa. Çox sağ olun. Həzrət Əliyə də inşallah bir işarə vuraq. Ay onun ayıdır. Bəli. Adəm oğlunda sədaqət yoxdur. Heç sədaqətdən əlamət yoxdur. Zalimin zülmü çıxıbdır ərşə, ah, bir kəsdə cəsarət yoxdur. Heç cəsarətdən əlamət yoxdur. Pozulubdur bu nizam əvvəldən, sonumuzdan bir əlamət yoxdur. Heç əlamətdən əlamət yoxdur. Aldanıb saniyə qıldız beyyət, o bəyan etdi əmanət yoxdur. Bu əmanətdən əlamət yoxdur. Bizə çox keçmə ədalət dərsin. Əli yoxdursa ədalət yoxdur. Heç ədalətdən əlamət yoxdur. Bir vilayətdə Əli Mövlanın, əli yoxdursa vilayət yoxdur. Heç vilayətdən əlamət yoxdur. Nə qədər vəz edələr vaizlər, o fəsahət, o bəlağət yoxdur. Heç birindən heç əlamət yoxdur. Ruku halında duranlar çoxdur. Gəl o barmaq, o səxavət yoxdur. O səxavətdən əlamət yoxdur. Kim əli həqqini qəsb eyləsə gər, ona məhşərdə şəfaət yoxdur. Heç şəfaətdən əlamət yoxdur. Xatiri zikri əli derlər ki, şirküdür bu, belə taət yoxdur. Burada taətdən əlamət yoxdur. Seyri ruxsarı əlidən qeyri, varmı bir əfzəl ibadət? Yoxdur. Leyki sizdə bu ibadət yoxdur. Özü zahirdir Əli Kəbəsinə, vəli söylər ki, ziyarət yoxdur. Bu ziyarətdən əlamət yoxdur. Əxi, vallahi təvəssüldür bu. Bizdə də qəbrə ibadət yoxdur. O ibadətdən əlamət yoxdur. Sağ olacaq. Çıxmışıq Heydərilər yurdundan. Həqqa bu yerdə xəyanət yoxdur və xəyanətdən əlamət yoxdur. Ey Fərati, demə ki, Heydəriyəm. Səndə ol qədri ləyaqət yoxdur. Heç ləyaqətdən əlamət yoxdur. Sənə qurban olaram. Ay maşallah. Sağ ol, sağ ol. Yaşa. Allah ömrü və qələm və imanı və dünya və axirətdə bərəkət versin. Dəyərli izləyicilərim, ümid edirəm ki, artıq verilişimizin sonuna yaxınlaşırıq. İftar dəqiqələrimizə də az qalır. Allah bir daha tutduğumuz oruçları öz dərgahında qəbul eləsin. Sonunda söz yox ki, yenə bir şeir alacağım Hacı Ağadan. Hacı Ağa, Allah sənə can sağlığı versin. Allah bu yolda sənə yar olsun. Biz də həm bu yazılarından səmərəli istifadə etməyi bacaraq, inşallah bacaraq. Çünki niyə bizim də boynumuza böyük bir yük düşür ki, yaxşı bunu Hacı Ağa yazdı. Bunun muğamı var, bunun ifası var, bunun mahnısı var, bunun bəstəsi var. Yəni bu şeylərdə heç də özümüzü kənarda qoymayaq. Təbii ki, Allah yenə də can sağlığı versin, Allah ömür versin. Bəlkə bir gələcək layihələr, bir yeniliklər var, yoxsa? Yeniliklər var Hacı. Özün bilirsən ki, mən film sahəsində çalışıram. Bu şairlik içimdədir də, bu içimin hissidir, çatdırıram şeirlə.
Amma film sahəsində çalışıram. Allaha həmd olsun ki, dövlət sifarişi bir film götürmüşük. Nə gözəl, İnşallah. nə gözəl. 5 aya tamamlayacağıq o İnşallah. filmimizi. İnşallah. Rejissor Samir Kərimoğludur. Buradan salamlayıram Salamlayırıq Samir qardaşımızı. Bəli. Böyük layihələr işləmişik Samirlə bir yerdə, həm dini cəmiyyətdə, həm film sahəsində. Samirin də əziyyətləri çoxdur. İnşallah ki, gözəl bir filmimiz gələcək Hacı. Allah qoysun inşallah. Milli mənəvi dəyərlərimizə sahib çıxan bir filmdir. İnşallah. Əxlaqi bir filmdir. Şeirlə bağlı bir Nə filmdir. gözəl, nə gözəl. Nə gözəl. İnşallah ki, Allah tövfiq versin ki, başa çatdıraq. Amin. Təqdim eləyək gözəl Amin ya tamaşaçılarımıza. Rabbi. Allah can sağlığı versin. Hacıcan inşallah bir dənə də gözəl qəzəlindən yallah istifadə eləyək. Elə əvvəldə anamdan danışdım, elə bir ana şeiri də deyim. bəh. Çox qısa. Bütün anaların qarşısında baş əyirəm. Allah bütün analarımızı qorusun. Allah kəlaminidir də bu deyəsən. Ey dilada bu vəfanı anam öyrətdi mənə. Rahi təsliyi vilanı analara qurban olaram. Dünyasını dəyişən analarımızın Allah ruhunu bu mübarək Ramazan ayında şad eləsin. Qoy bu ayın savabından onların ruhuna əta olunsun. Sağ olan anaların da qarşısında baş əyirik. Nə yaxşı varsınız. Nə yaxşı ki siz halal o südünüzdən, çörəyinizdən bax belə oğullar dünyaya gəlib. Buyur Hacı ağa, ya Allah. Anasından soruşdu bir gün uşaq. Anasından soruşdu bir gün uşaq. Ey günəş tək edən günün parlaq. Tərifində peyğəmbəri həzrət ayağın altda dur demiş cənnət. Bəs nədən cənnət əllərində deyil? Ayağın altına olub şamil. Dedi ey oğlum ey gözüm nuri. Rovzeyi cənnətimdəki huri. Səni tutmaq üçün qucağımda cənnəti qoymuşam ayağımda. Cənnəti qoymuşam ayağımda. Allah bütün anaları salamat eləsin. Bəh. Buradan da bütün şəhid analarına salam göndəririk. Onların əlindən öpürəm, qədəmindən öpürəm. Allah can sağlığı versin. Deyirəm də gətirdi, verilişin ağında mənə kövrətdir. Ana adı çox həssasdır. Mən hamı belədir. Odur ki, Allah və bunu da qeyd etməyə özümə borc bilirəm, əziz cavanlar, o kəslər ki, ana qəlbinə dəyib, ana xətrinə dəyib, ata xətrinə dəyib, bu mübarək Ramazan ayıdır, rəhmət ayıdır, onların könlünü alın. Çünki onlar yer üzünün böyük bir varlıqlarıdır. Hacı ağa, sonda sənə təşəkkür edirəm. Mən təşəkkür edirəm Hacı, bu gözəl verilişdə şərait yaratdınız ki, içimizdə olan sözləri Allah razı olsun. Çatdırdıq. Yenə də ruhanilərimiz, şairlərimiz bağışlasınlar. Məndə o ixtiyar yoxdur, amma dərdləşdik bir qardaş. Dərdləşdik. Dəyərli izləyicilərim, qonağım Hacı ağa Fərati idi. İnşallah vaxt aşırı mən yenə də Hacıdan vədə alacağam. Çünki onun söhbətlərindən doymuram. Amma zaman, vaxt gəlib öz işini görür. Oruc namazımız qəbul olsun. Rahatlıqla iftarlarınızı açın. Bizi də dua edin və yeri gəlmişkən İrş Media səhifəmizə abunə olmağı unutmayın. Bir ay, bir ömür adlı verilişimiz bugünlük sona çatır və sabah inşallah Allah vəfa eləsə, Allah ömrət eləsə yenə də xidmətinizdə olacaq. Sağ olun, salamat qalın.